Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Biz bu günləri Şirvan Təlim Tədris Mərkəzi haqqında məlumat verəcəyik. O, hər kəs bilsin, çünki çox suallar verilir. Sosial şəbəkələrdən də, telefondan da, WhatsAppdan da zənglər olur, məlumat almaq istəyirlər. Demək, mən sizə buradan məlumat vereyim. Şirvan Təlim Tədris Mərkəzi Şirvan şəhəri Səməd Vurğun küçəsi 1 ünvanında yerləşir. Şirvan Təlim Tədris Mərkəzinin həm təsisçisi, həm də direktoru mən Azad İskəndərliyəm. Demək, bizim bu Şirvan Təlim Tədris Mərkəzi hansı fəaliyyətlə məşğul olur? Bir, demək, sertifikatlar biz veririk. Demək, bizdə Şirvan Təlim Tədris Mərkəzində sertifikatlar, həm təlimli sertifikat var, həm təlimsiz sertifikat var. Demək, təlimsiz sertifikat sertifikatlar deyəndə, demək olar ki, bütün peşə ixtisasları üzrə var təlimlər. Təlimsiz deyəndə bəzi adamlar başa düşmürlər, deyirlər ki, necə təlimsiz, onda bu saxtakarlıqdır, nə filandır. Xeyr, bu saxtakarlıq deyil. Məsələn, idarə və təşkilatlarda hansısa yolla işə giriblər, 10-15 ildə deyək ki, elektrik işləyir. Monteur deyə ara dilində işləyir, düzdürmü? Bu adam indi gəlib sənət tələb olunur idarədə bundan. Bu gəlir bizə ki, mən sertifikat verin, təlimsiz sertifikat. Biz də onu veririk. Necə verməyə bilər? Bizdə təlimlər deyək ki, 1 ay müddətindədir. 1 ay təlim keçirir, sonra sertifikatları əgər o lazım olan balı toplasa veririk. 1 ay cəmi. Amma bu adam 15 ildə elektrik işləyir. Bu hazır kadrdır. Mən ona 1 ay dəvət edib bizim o mərkəzə nə təlim keçəcəm ki, bu adam artıq sənətinin professorudur. Ona görə də bizdə həm də təlimsiz sertifikatlar var. Mən bunun izahatını verirəm ki, başa düşməyən adamlar, bəzi o axmaq adamlar var ki, bilərəkdən bunu bizə deyib, bizi şər və böhtanlayırlar. Və təlimli var. Buyurub hər kəs gələ bilərlər. Sertifikat haqqında bu qədər. Yəni, deyim sizə də, demək olar ki, bütün peşə ixtisaslarla bağlı, yəni lazımlı peşə ixtisaslarına, hansı ki, göz önündə olan peşələr ki var, bir 100-dən artıq peşə ixtisasları var ki, onunla bağlı biz təlim və tədris edirik. İndi keçək digər Şirvan Təlim Tədris Mərkəzinin işinə. Digər işimiz də bizim tibb bacısı və əczaçılıq kursları keçirik. Bununla bağlı biz müraciət etmişik əhaliyə də və bizim reklam bannerlərimiz sosial şəbəkələrdə də artıq paylanıb. Hər kəs də bunu görüblər. Demək, tibb kursları və əczaçılıq 1 il müddətində keçirilir. 1 illik kursdur. 1 ildə 2 diplom veririk. Həm əczaçı, həm də tibb bacısı kursları, diplomları. Demək, biz o diplomları veririk, peşəni öyrədirik. Amma gələcəkdə onun işlə təminatına biz qarışmırıq, qoşulmuruq. Çox adam deyir ki, mən bu diplomu alıb gedib filan nazirlikdə işləyə biləcəm, filan yerdə işləyə biləcəm. Ən çox da dövlət strukturlarını nəzərdə tuturlar. Biz hamıya vətəndaşlara deyirik, bizə gələnlərlə də müqavilə bağlayırıq. Müqavilədə də göstərilir ki, işlə təminata biz cavabdeh deyilik. 1 ildə 2 diplom. Əczaçılıq və tibb bacısı diplomları verilir. Demək, bizdə Şirvan Təlim Tədris Mərkəzində tibb kurslarını tədris eləyənlər yüksək səviyyəli tibbi elmlərə malik olan həm həkimlərimiz var, həm də tibb bacılarımız var ki, tədrisi onlar eləyəcəklər. Bu qədər. İndi keçək 3-cü məsələyə. 3-cü məsələ Şirvan Təlim Tədris Mərkəzi xaricdə təhsillə bağlı eyni zamanda fəaliyyət göstərir. Demək, Azərbaycanı tərk etmədən təhsili ala bilərsiniz. Yəni, burada həmin diplomlar da tanınacaq, tanınır da. Yəni, bunu biləsiniz, hələ qəbul olduğunuz institutlar, universitetlərdə 4 illik möhlət hüququ verir, bilirsiniz ki, hərbi xidmətdən.
Ona görə də bizim də işimiz budur və yaxud da ki, digər məsələlərdə ali məktəblərini bu dövlətdən o dövlətə keçirmək istəyənlərə də biz köməkliyi göstərəcəyik. Bizim dediklərimizin, bizim burada danışdıqlarımızın hamısına başımızla cavab veririk və nəzərinizə də çatdırıram ki, bizim xidmətlər hamısı ödənişlidir. Yəni, ödənişsiz heç bir şey yoxdur burada. Və o ödənişlər də tam Azərbaycan Respublikasının qanunvericiliyi əsasında olur. Yəni, bir daha burada nəzərinizə çatdırmaq istəyirəm ki, bizim qəbul universitetlərdə, sizin istədiyiniz universitetlərdə ki, var ki, hansı ki, ölkəni, Azərbaycanı tərk etmədən bu mümkündür. Orada da yenə təkrar edirəm, hərbi möhlət hüququ veriləcək. Bu qədər. Kimin nəsə sualı olsa, nəsə bir məsələ ilə bağlı, kiminsə nəsə problemi olsa, anlaşılmazlıq nəsə olsa, buyursunlar 055 916 53 55 telefonun nömrəsinə müraciət edə bilər. Oradan tam şəkildə sizə hər tərəfli məlumat veriləcəkdir. Əziz Şirvanlılar, əziz Səlyanlılar, əziz Hacıqabullular, əziz Sabirabadlılar, Saatlılar, Neftçalarlılar, buyurun, gəlin Şirvan Təlim Tədris Mərkəzinə. Bu o deməkdir ki, adlarını çəkdiyim rayonlara şamil olunur. Bu, Azərbaycanın bütün rayonlardan buyurub Şirvan Təlim Tədris Mərkəzinə gələ bilərsiniz. Sizin yolunuzu gözləyirik. Buyurun, gəlin Şirvan Təlim Tədris Mərkəzinə. Çox sağ olun, təşəkkürümüzü bildiririk.